Ямалиев Рөстәм Фәиз улы, Мәскәү татарлары штабы җитәкчесе, татарлар һәм төрки халыклар милли конгрессы рәисе. Мәскәү өлкәсе татарында яшәп йөрим икән дип әйтсәгез, мин сезгә аерым яхшылыкта шуны әйтәсем килә. Менә һәрбер милләтне шәхесләр билгели һәм үзенең туган ягын, яшел бишеген онытмаган кеше, ул менә татарга безгә хас ул, һәрбер татар үзенең әгәр дә туган ягын барла кайтып, кулдан килгәнчә теләктәшлек билдереп, ярдәм итә ала икән, ул зур бәхет. Менә шундый бәхетле кешеләрнең берсе Рөстәм Фәизович. Говорят, он из Москвы, но в Нижегородске он чаще. Cemaat, bana alar bizni jırlap karşı aldılar. Biz jırlap cevap versek matur bular. Dollar barlar, savaştırma, dollar var. Dollar yavrak bizde sanı, sizden indi eller var. Dollar yavrak bizde sanı, sizden indi eller var. Salkın çeşme boylarında atlar üşür senine, duman üzerilerinde öbek işir senine, duman üzerilerinde öbek işir senine. Әйдәге җитезләр, атлыйбыз, тиз-тизрәк. İnsaf da var bizdeki. Bizde öyle yaşa şahı var. Менә бүген бик яхшы, бик шундый чара булды. Безнең бер кәеф белән без чарага җыелдык башта, менә хәзер чара бетте, икенче кәефләр белән без китәбез. Монда күп җитәкчеләр, менә конгресслар җитәкчеләре безнең Закамский зонада. Шуңар монда без бик канәгать, бик яхшы балалар концерт куйдылар безгә. Менә күренеп тора. Монда коллектив, укытучылар үзенең башлары белән, йөрәкләре белән татар телен яраталар. Алар татар телен яратып, менә ул балаларга бирәләр. Бит укытучыдан бик күп тора. Без иртәгә төзибез зур биналар, төзибез кыйбат мебельләр, аппаратуралар, кыйбат мәктәпләр, но аларның яхшы укытучылары булмаса, үзенең йөрәген балаларга бирә торган ихлас шундый укытучылар булмаса, безнең файда булмаячак. Шуңар менә яхшы сәламәтлек, яхшы безнең бу укытучыларга минем шундый теләкләр инде. Безнең бит хәзер бик катлаулырак вакыт, катлаулы вакыт Россиядә дә, шуңар мондай катлаулы вакытта менә булай безгә җыелып монда барыбыз да, утырып концертлар карап, укытучылар белән сөйләшеп, бик яхшы нәрсә ул. Безнең бүген җыелышыбыз эшендә җирле оешмаларыбыз рәисләре катнаша. Сүзне сәламләү өчен Біздің Түбән Кама шәһәренең мақтаулы гражданины, Татарстанның атказанган спорт ұстасы, һәм бөтен дөнья татар конгрессының Түбән Кама бүлегенең күп еллар дәвамында җитәкчесе Рөстәм
Hayırlı gün, hürmetli Radmen Ildarış, Muhtarım Deniz Faniş, İrkil Dusış, Aziz Halkım, barlığında şuşu motor gün bilen sizin tebriklisi kile. Hele şuşunday sisiyle öttü. Şunun için benim köngülüm de tola rahat, şuşunday anlaşıp yaşaganda direk olganda bir-birimizge. 2005 yılının şuşu kurnekli şahıslar Mena Bütün Dünya Tatar Kongresi'nin Tuvan Kambulegen jiteklev için təqdim ettiler. Şunda olarına sözlerim deyip edirge tolu hakkım var. Şimiz her şey çumağına vardı deyip ete almayın. Avungan, tırtıngan çaklarımızda buldu. Ama nindigine kıyınlıklar tutsa da qabat ayakka basırga, şıragan meselelerini şişergen ne üzleri ustazlarım hem milli canlı şehirdaşlarım yerden vekildiler. Şundan da şehrimizde milletperver şahslarının kuş bulu ikilette şartlıklar. Yaş bunu terbiyelev, gazetlerimizi yollarını barlav, tuğan televizini üstürü işçenliğinde birinciden örnek bulsalar, ikinciden her bir başlangıçımızını kuvvetlep, alılara şunduk yerden kol suzuları bilen biz vakitli. Gelecekte şuna yerdemleşip kula kol tutunup işlerge nasip bulsun. Bugün Tüben Kama biz için mehimken bütün dünya Tatar Kongresi'na Tüben Kama Tatar tilin hem medeniyetin için zor rahmetimni bildiresim kile. Уважаемые участники Конгресса, татарский язык – наше духовное богатство, его сохранение – священный долг каждого из нас. И я призываю всех вас внести свой вклад в это благородное дело. И от всей души поздравляю наше Нижекамское отделение Всемирного конгресса Тадар с 25-летним юбилеем. Поздравляем! Я считаю, у нас один из самых активных отделений. Мы очень плотно взаимодействуем. За это огромное слово благодарности. В будущем мы намерены реализовать новые проекты по стимулированию изучения татарского языка. Мы вот сейчас обсуждали с Данисом Фанисовичем. У нас еще будет ряд мероприятий. Я сам инициирую, потому что Нижекамск крупный город. У нас 50% татар проживает на нашей территории. И вы видите, что город очень красивый. У нас очень много объектов образования, спорта, молодежной политики. У нас есть чем гордиться, промышленные предприятия. Поэтому я думаю, наш потенциал надо, чтобы приезжали, изучали с других регионов и со всего мира. У нас есть разные форматы Конгресса татар, он всемирный у нас, поэтому мы готовы принимать любого уровня делегации, Данис Фанисович. Вот в ближайшее время, я думаю, вы об этом скажете, у нас тоже есть совместные планы. Наша главная цель, как я уже отметил, сохранение татарского языка. И каждый проект, каждое дело очень важно для духовного и нравственного обогащения молодого поколения, сохранения татарской культуры. Только вместе мы сможем сохранить татарский язык и культуру. Особенно хочется отметить важность проведения таких мероприятий, как вечер памяти Разили Валеева. Мы вот сейчас совместно разрабатываем с управлением культуры центра Разили Валеева, совместно с центром Нурдуган. Значит, и хотим увековечить память именно в таком формате. Буквально на следующей неделе встреча пройдет с министром культуры, будем обсуждать. Это прекрасный пример того, как мы чтим память выдающихся личностей и передаем их наследие молодежи. Действительно, Разиль Валеев для нашей территории это легенда, и мы гордимся нашими земляками. Также хочу поблагодарить вас, уважаемые коллеги, за ту большую работу, которую вы проводите по изданию книг и сохранению традиций и историй сельских поселений Нижекамского района. Это бесценный вклад в нашу общую историю. Без истории у настоящего не будет будущего. Tüp mesele şın məqnəsində bu gimnaziyanın milli uşaq buldurudaydı. Şuna biz sənqət məktəbi bilən bir rəddən ayrım yasılıqda biz oxu-oxutu məsələsində ixtibar etə olsaq, nəmin dışarılarda biz həm bu məsələyə də ayrım basım yasaya alsaq, çünki biz jığlı biləbiz, biyi biləbiz, qalxaq tübətəylər kiyibiz Allah'a şükür. Qırıq adətlər yolaları boyunca da bir sürü işlər başqarılar. Lakin milli mühitini bulduru bilən bir məsələ, bir rəddən o əlbəttə oxutu məsələsi. Min əlbəttə hukuki yoxdan, ustav negizində predmetlərin ana türlündə oxutu məsələsi o həzir başqa şərə qaralar. Lakin bugünkü gündə o işli negizlərə işdə olub barıqa, bunda barlıq mümkünçiliklər də var. Həm menimcə ata-analar da bunda balaların oxutuğa yitirgen vakitte şın məqnəsində Tatar gimnaziyasına bir iştirak ettirələr də bilir. Bugünkü bizden jığın beyran nisbetinden Tübenkam şehrinde türlü şoralarından neçe gitip ötkərilüğü
Onların mümkünlükleri, hem de o mümkünlükler oşa biz özümüzün milletimizge niçin hizmet alabız, biz alanların barısında gözümüzle gördük, suyunduk, rahatlanıp yürüdük. Rahatlanıp yürüdük degenden bizden bir zor şoğadan soň şoğa barganda endi toğuş çıgardı bir ipteş. Bu şoğa ötkeş degenden soruyor bizden niçin toğuş çıgardın dedi. Çıgardı bana rahatlanıp oturmasınlar dedi. Şundan da problemler var indi. Hem lakin Mına şişi yolları, mına bizim tüven kama olsa bu kuzey kurnaşın ki yol, mına ruhi yaşayışının filosofisini buldurdular. Ve bütün doğalar bile kökten tanır. Mına nişe gidip içtimai özellikle uyuşturan kişiler. Onlar bir gacayip zotlar idi. Kubisi indi bu dünyadan gittiler. Lakin bitminalar bilen pulga pul tutunuşup yaşayan, işleyen kişiler. Hem de ne kadar onlar bizge Kiňeşler, ügitler, güzel ruhi umtuluşların, boylukların, hizmetlerini kaldırıp bittiler. Hem şuşu ruhi yaşayışın etik hem estetik negizlerini buldurdular tüben kamıda. Hem şunun osalın anlamışıyla. Hem de elbette Rüstem Mecitoğlu, sizin hizmet, sizin total cemaatçiliğin birleştirip oluğunuz. Hem de yetekçilikle birge işli oluğunuz. Bu indi bizim doğrumuzda da bir sohbet kurup tura, hem de örnek kurup tura. Çünkü mına nice yıllar yetekçilerde oluşup tura. Hem lakin iş negizi bir koşanda özgermeyip, olga bara. Hem de mına bir yıllar mendilimiz kişilerinde nice suyunip yürüdük biz. İnşallah kişisi bitin doğru. Mına bir yıllar sizge rahmet etkende şoğulluğa rahmet etkesi bak rahat olup oturar. Şimdi mına şunday şahıslar ekirnep bizim bütünde halkımızda nindi milletten buluna karamastan, koydaşlarına karamastan ol alıp baralar. Eğer de olga bara eken, onun bütünde bugüne hır bular. Onun yaşısı kile, işçisi kile, ol millet turunda da uyli başlayı. Üzerinin nesili turunda da, şeceresi turunda da uyli başlayı. Hem de onun yaşayışı bütünlükке unutular. Buna şu bütünlükке unutulup, olga tabada birgelep, Tatar Kongresi bilen, şehir cemaatçiliği bilen, hem de elbette Rüstem Mecitoğlu bilen bizge işlerge yazdım. Hem de olga taba buna şulay motor edip yaşayık, işlik. Şunlukta buna şu Tatar Kongresi'nin Respublikada üzerinin uyuşturucu kişiyle ilgili husus barıp bakılgen, şundan da bizim problemler üsteşe başladı, üstete başladı. Bunda da rehatlarını oturmağız deyip bir söz eyteler. Mesela benim de Tatarstan Yavuşa Birliği'nin reisi urunbasarı, hem de şu Kama Arya rayonları boyunca kuratır bularak bizning Tüben Kamu şehrinde edebiyat günleri ötkürilmeye başladı. O yerim yolcular bilen uçraşular bular. Lakin mına bu edebiyat günleri diye söz ruhi turmuşun sonlanıp bitiyor. Biz indi iň birinçi ir-at bulup yaralganbız eken, biz äti bulurga, hatan-kız bulup yaralganbız eken, äni bulurga burçlubuz. Ol Allah tarafından bizge jibergen amanet. Iň birinçi şuşa amanetni öter. Hem özümüzden kalgan buğga, özümüzden millet kodu dibiz biz. Millet kodu nereden durar? Iň birinçi etik dilden, kiyimlerden, aşağılardan. Onu sanay başlasan, hazır büyük köp sanarga bular. Şu millet kodların yuvalganını da geri koytarıp, özümüzden milletibizge doğru bulup, hem bugün eliminde jıyın, bütün Dünya Tatar Kongresi'nin 25 yıllığı. Şu günde biz her birimiz özümüzün kiyimlerde bulup, 25 yıllığı iken, şerif asırının biz bayramını ötküremiz iken, biz koya barabız. Biz kim yanına kilemiz. Biz nindi oralaşu şarasına kilemiz. Hem özümüzün işi olup kilirge biz buruşlu. Biz bütünüsün özümüzden işkertip özümüz işlerge deyişimiz. Hem
Bizden kalgan buğun bugünkü günde. Bizden ullarımız bulamı, kızlarımız bulamı, unuklarımız bulamı. Mene 3 buğun hareketi, onun dili de, kiyimi de, oşav işuğu de, bütünüsü sengati de, her birisi bizden indi özümüzden kaldırılırga deyir. Kamar yağı tarihi bugünkü güne kadar yazılmagan vak keseklerden tura. Ben bugün götümde monografiya hazırlayıp duran Kamar yağı tarihi boyunca. Yani ata babalarımızın tarihi boyunca. Hem Kamar yağının potansiyeli boyunca. Tataristan'ın 80% ekonomisi Kamar yağında. Tataristan'ın 80% Qoracılık Kamar yağında. Hem Tataristan'ın bileşek negizi. Şallagla mirasısı, Elmetagla mirası negizinde Tataristan'ın Kamar yağında. Yamaliyev Rüstem Feyzoğlu, Moskova Tatarlar ştabı yetekçisi, Tatarlar hem Türkiye Halklar Milli Kongresi reisi. Moskova ülkesi Tatarın nəsə bir edib, etsəgiz mi sizə ayrım yaxşılıqdaşlığını etəsim ki, hər bir millətli şəxslər bilgili, həm özünün tuğan yağın, yeşil bişigin unutmağan kişi, ol Tatarga bizge xas ol, hər bir Tatar özünün əgər də tuğan yağın varla aytıb, quldan kilgənçə tiləkdaşlıq bildirib, ya da mitala ikən o zor bəxət. Şundi bəxətli kişilərin birisi Rüstem Feyzoğlu. Говорят, он из Москвы, но в Нижегородске он чаще.